Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə bərabər kimyanın ilk anlayışları bölməsində yeni əlavə edilmiş ətraflı yazılı cavab tələb olunan tapşırıqların birgə izahına baxacağıq. İlk sualımız belədir. 10 qram alüminiumun üzərinə 16 qram kükürt əlavə edilərək qızdırdıqda maddələrdən biri tam sərf olunur. Reaksiyadan sonra artıq qalan maddənin kütləsini qramla və reaksiya məhsulunun kütləsini qramla hesablayın. Uşaqlar, alüminiumla kükürt arasında gedən reaksiyanı sizin üçün yazdım, əmsallaşdırdım. Hətta ayirlərdən də istifadə edərək emeri tapa bilərsiniz. Hazır maddənin emerini də sizin üçün qeyd eləmişəm. 150-yə bərabərdir maddənin emeri. Ümumiyyətlə, məsələnin tipinə fikir verin. 2 dənə maddə reaksiyaya daxil olur. Hər ikisini müəyyən bir rəqəmlə bizə veriblər. Yəni, bu qram da ola bilər, elə bir maddə ola bilər ki, həcmlə verilsin bizə və ya molla verilsin bizə. Bu tipli suallarda 2 maddə reaksiyaya daxil olursa, müəyyən bir rəqəmlə bizə verirlərsə maddələrə aid kəmiyyətləri, %90 bu tipli suallar artıq qalma sualları olur. Yəni, bu maddələrdən biri artıq qalacaq. Məsələn, mənə deyir ki, sizə 10 qram alüminium vermişik, 16 qram da kükürt vermişik. Nə qədər məhsul alınıb da onu hesablayın. Ümumiyyətlə, yadınızda qalsın. Məsələnin bizə verdiyi və məsələnin bizdən istədiyi rəqəmlər üstə yazılır, altda qanuni rəqəmləri yazacağıq. Əmsal ayıra vurulur. 2-ni 27-yə vuranda 54 qram burada alüminium reaksiyaya daxil olur. 3-ü 32-yə vuranda 96 qram kükürt burada reaksiyaya daxil olur. 1-i də 150-yə vuranda 150 qram məhsul əmələ gəlir. Üstə məsələnin bizə verdiyi və bizdən istədiyi rəqəmlər yazılır. Altda qanuni rəqəmlər yazılır. İndi mən burada müəyyən eləməliyəm ki, alüminium yoxsa kükürt, hansı bizim artıq qalan maddəmizdir. Birinci alüminium gəlir. Gəlin, baxın, bunun rəqəmini alaq dairəyə. Sanki bu 10 rəqəmi ümumiyyətlə bizə verilməyibdir. Mən özümü hesablamağa çalışacağım ki, 16 qram kükürdün tam işlənməsi zamanı buna nə qədər alüminium lazımdır? Altda olan rəqəmlərdən istifadə edəcəm. Deməli, uşaqlar, 54 qram alüminium reaksiyaya daxil olanda 96 qram kükürt tamamilə işlənir. Görəsən, nə qədər alüminium reaksiyaya daxil olmalıdır ki, 16 qram kükürt tamamilə işlənsin? X bərabər olur 9-a. Yəni, bu 16 kükürdün tam tükənməsi üçün mənə 9 qram alüminium lazımdır. Özümə sual verirəm. 9 qram alüminium varmı mənim qabımda? Bəli, var. Hətta daha artığı var. 16 kükürdün tam işlənməsi üçün mənə 9 alüminium lazımdır. Mənə 10 qram alüminium veriblər. Yəni, ondan çıxıram 9-u. Deyirəm ki, 1 qram alüminium artıq qalan maddəmizdir. Artıq ilk ifadəmizin doğru cavabını tapdıq. Bizə deyir, artıq qalan maddənin kütləsini tap. Doğru cavabımız olur 1 qrama bərabər. Və uşaqlar, maddənin ki, artıq qaldığını müəyyən elədiniz, onun üstündən bir xətt çəkin. Bu sizin üçün bir işarə olsun ki, bu maddəmiz artıq qalıb. Çünki tamamilə işlənib tükənən maddəmiz hansıdırsa, hansı ki, burada kükürtdür, məhsul ona görə hesablanır. Yəni, alüminium artıq qalan maddə olduğuna görə alüminiumdan istifadə edərək məhsulu tapmayacağıq. Biz kükürtdən istifadə edərək məhsulu tapacağıq. 96 qram kükürt reaksiyaya daxil olanda 150 qram məhsul əmələ gəlir. Bax, buradan yazıram. 96 qram kükürt reaksiyaya daxil olanda 150 qram məhsul əmələ gəlir. 16 qram kükürt reaksiyaya daxil olanda neçə qram məhsul əmələ gələcək? X-imiz bərabər olacaq 25-ə. Bu da bizim olur ikinci ifadəmizin doğru cavabı. Birinci ifadəmizin doğru cavabı 1 qram alüminium artıq qaldı. İkinci ifadəmizin doğru cavabı 25 qram məhsul əmələ gəldi. Bir də bayaq burada, məsələn, alüminium ilk gəldiyinə görə mən onun üzərindəki 10 rəqəmini aldım dairəyə. Dedim ki, uşaqlar, biz bunu görməzdən gəlirik. Biz hesablayacağıq ki, 16 qram kükürdə nə qədər alüminium sərf olunur. Tapdıq ki, 9 qram alüminium sərf olunur. 16-nın hamısı bizim qabımızda var. Kükürdün 16 qramı işlənib gedəcək. Mənə 9 qram alüminium lazımdır. O 9 var, hətta qabımızda daha da artığı var. Məsələn, dəqiqləşdirmək üçün bunun tərsini də yoxlaya bilərsiniz. Bu dəfə də 16-nı görməzdən gəlin. Məsələn, hesablayacaqsınız ki, 10 qram alüminiuma nə qədər kükürt lazımdır? Görəcəksiniz ki, 16-dan böyük bir rəqəm alınır. Deməli, kükürt sizin çatışmayan maddənizdir. Yəni, alüminiumu 10 qram götürsəniz, kükürt sizin çatışmayan maddəniz olacaq. Əsas odur ki, 2 dənə ifadənin ikisi də bir-birini tamamlayır. 2 maddəmiz reaksiyaya girirsə, artıq qalma məsələlərində bunlardan biri tam tükənən maddə olur. Hansı ki, burada kükürt tam tükəndi. Biri isə artıq qalan maddəmiz olur.
Uşaqlar, ikinci sualda bizə cədvəldə deyir ki, 3 valentli metalın oksidinin molyar kütləsi və hidroksidinin molyar kütləsi X və Y ilə işarə olunubdur. Gəlin yazaq. Bizim X deyilən bir metalımız var. 3 valentli bir metaldır. Bunun oksidinin formulu olacaq bu şəkildə X2O3 formasında. Hidroksidinin formulu isə olacaq bu şəkildə XOH3 formasında. Çünki biz bilirik ki, hidroksid qrupunun valenti 1-ə bərabərdir. Uşaqlar, molyar kütlə ümumiyyətlə hər zaman rəqəmsal olaraq maddənin emerinə bərabər olur. Məsələn, bizə molyar kütləsini X deyə verirsə, demək istəyir ki, maddənin emeri də X-ə bərabərdir. Bu biri maddənin emeri də Y-ə bərabərdir. Məsələn, bu məchul bir elementdir də X, mən bilmirəm nədir. Mən sizə desəm ki, uşaqlar, bu maddənin emerini mənə necə yazarsınız? Deyəcəksiniz ki, maddənin bir molekulunda 2 ədəd X var. X-in A-yerini tutaq ki, A deyə işarə edirəm. Siz istəsiniz B ilə, C ilə də işarə eləyə bilərsiniz. Üstə gəl, 3 dənə oksigen var burada, hərəsi 16 qram. Deməli, bunun emeri olacaq 2A plus 48 formasında. Eyni qayda ilə digər maddə üçün işləyirik. Bir dənə X-imiz var, A-yeri A-ya bərabərdir. Üstə gəl, 3 dənə də OH qalığımız var. OH qalığında çəkisi 17-yə bərabərdir. Buradan da maddənin emeri çıxır A plus 51-ə bərabər. Deməli, X-imiz olacaq 2A plus 48-ə bərabər. Y-imiz olacaq A plus 51-ə bərabər. İndi aşağıya fikir verin. Burada niyə görə hər ikisini A deyə işarə etdim? Uşaqlar, çünki ikisində də X elementi istifadə olunub da. Bu X nədirsə, A-yeri təbii ki, bir dənə rəqəm olacaq da, eyni bir rəqəm olacaq. Sual bizə deyir ki, X ilə Y-in fərqi 24-ə bərabərdir. Gəlin qoyaq yerinə hesablayaq. X-in yerinə nə qoyacam? 2A plus 48. Y-in yerinə nə qoyacam? A plus 51. Bunların fərqi neçəyə bərabər oldu? 24-ə bərabər oldu. Yazaq 2A plus 48 çıx A çıx 51 bərabər olacaq 24-ə. A minus 3 bərabər olacaq 24-ə. A bərabər olacaq 27-yə. A deyə ifadə etdiyim X elementinin A-yeridir. İndi bizə deyir ki, X və Y hesablayın. Gələcəyik burada A-nın yerinə 27 qoyacaq. Buradan alacaq 102 rəqəmini, yəni oksidin emeri 102-yə bərabər oldu. 27-ni də burada A-nın yerinə qoyanda Y-imiz olacaq 78-ə bərabər. Deməli, X-imiz 102, Y-imiz isə 78-ə bərabər olacaq. Uşaqlar, 3-cü sualda bizə belə bir maddə verir. Kuprum XO4. Burada nə deyir? Maddənin içərisində oksigen kütlə payı 40%-dir. Üzərində yazdım 40%. Molyar kütləni A deyə verir. X-in kütlə payını B deyə verir. Bizə deyir ki, A və B-ni siz hesablayın. Bu maddənin bir molekulunda 4 dənə oksigen var. Hər oksigenin A-yeri 16-ya bərabərdir. 4-ü 16-ya vuranda burada 64 qram oksigen var. Bir dənə də misin A-yeri 64-ə bərabərdir. Deməli, burada 64 qram da mis var. Əgər 64 qram oksigenim 40% kütlə payına sahibdirsə, deməli 64 qram mis də 40% kütlə payına sahibdir. Biz də bilirik ki, maddənin cəm kütlə payı 100%-i aşmır. 40% misin payına düşdü, 40% oksigenin payına düşdü, etdi 80%. 100-dən də 80-ə çıxanda 20% X-in payına düşür. Deməli, X-in kütlə payını B hərfi ilə işarə eləyibdir. Biz B-nin 20 olduğunu artıq tapdıq. Bizə deyir, maddənin molyar kütləsini tapın. Yəni, bir növü onun emerini tapmağımızı istəyir, düzdürmü? Biz burada nə edəcəyik, uşaqlar? Deyəcəyik ki, 64 qram oksigen 40% kütlə payına sahibdirsə, bəs bizim ümumi maddəmizin 1 molunun çəkisi görəsən nə qədər olmalıdır ki, bu 100% kütlə payına sahib olsun? X-imiz buradan bərabər olacaq 160-a. Burada da molyar kütləni A ilə işarə etdiyinə görə A-mız 160-a bərabər olacaq. 4-cü suala baxaq. Bizə deyir ki, etil spirti ilə su, bitki yağı ilə su qarışığının ayrılma üsullarını göstərin. Etil spirti ilə su eyni cinsli homogen qarışıqdır. 2 mayenin eyni cinsli qarışığını biz distilli üsulu vasitəsilə ayırırıq. Bitki yağı ilə su müxtəlif cinsli, yəni heterogen qarışıqdır. 2 mayenin müxtəlif cinsli qarışığını isə durultma üsulu vasitəsilə ayıra bilərik. Uşaqlar, 5-ci sualda bizə deyir X-Y birləşməsində X-in kütləsinin Y-in kütləsinə nisbəti 3/4 formasındadır. Yəni, sadə dillə desək,
X ilə Y arasında bir reaksiya gedir və XY maddəsi əmələ gəlir. Düzdürmü? Hətta bunu bir balaca mərkəzdən yazaq ki, üzərində rəqəmləri qeyd edəndə sizə aydın olsun. X ilə Y reaksiyaya daxil olur və XY birləşməsi əmələ gəlir. Bu nə deməkdir? Yəni, X hər 3 qram reaksiyaya girəndə özü ilə 4 qram Y reaksiyaya daxil edir. 3 bu reaksiyaya girəndə 4 qram da bu reaksiyaya girir. Yəni, belə başa düşməliyik bunu. Eyni kütlədə götürülmüş X və Y-in reaksiyasından sonra bu maddələrdən birindən 5 qram artıq qalırsa, indi bir şeyə diqqət edin uşaqlar. Bu 3 qram X reaksiyaya daxil olanda 4 qram Y reaksiyaya daxil olur. Eyni kütlə deyəndə bunu 4-4 götürə bilərəm. Hər zaman 2 dənə rəqəm veriləndə fərqli, eyni kütlə söhbəti varsa böyüyə uyğunlaşın. Hər ikisini 4 qram götürəndə Y-dən artıq qalmır. X-dən nə qədər artıq qalır? 1 qram artıq qalır. Yəni, hazırki bu rəqəmlərlə reaksiya gedəndə, 3-ün 4-ə nisbətində reaksiya gedəndə, X maddəmizdən 1 qram artıq qalır. Sual isə deyir ki, bunlar elə bir kütlədə götürülüb ki, maddələrdən biri 5 qram artıq qalır. O zaman nə edirəm? 3 qram X reaksiyaya daxil olanda, daha doğrusu belə deyək də, bərabər kütlədə bunlar götürüləndə, yəni 4-ün 4-ə götürüləndə 3 qram X reaksiyaya daxil olur. O zaman 1 qram X maddəmiz artıq qalır. Görəsən nə qədər X reaksiyaya daxil olmalıdır ki, onun hələ bir 5 qramı da artıq qalsın. X bərabər olur 15-ə. Deməli, mən nəyi tapmış oldum? Mənim bu X maddəm 15 qram reaksiyaya daxil olanda bunun 5 qramı artıq qalır. Deməli, bunun başlanğıc miqdarı neçə qrama bərabərdir? 20 qrama bərabərdir. Bərabər kütlə söhbəti varsa, deməli, mənim Y-im də 20 qram götürülübdür. Bu Y-in 20-sinin hamısı işlənəcək. X-dən 15 qram işlənəcək, 5 qram artıq qalacaq. İndi bizə deyir ki, neçə qram XY alınar? Alınan maddəmizdə necə tapırıq uşaqlar? 2 yolla gedə bilərsiniz. Dedik ki, 15 qram X-imiz reaksiyaya daxil olacaq, 20 qram da Y-imiz reaksiyaya daxil olacaq. Biz bilirik ki, alınan maddənin, reaksiya nəticəsində alınan maddənin kütlələrinin cəmi reaksiyaya girən maddələrin kütlələrinin cəminə bərabərdir. Yəni, 15 ilə 20 reaksiyaya girirsə, bizə 35 qram məhsulu verəcək. Bu qayda ilə də tapa bilərsiniz və yaxud da belə də hesablaya bilərsiniz. 3 qram bundan reaksiyaya daxil olur, 4 qram bundan reaksiyaya daxil olur, 7 qram bu əmələ gəlir, düzdürmü? Tutaq ki, belə edə bilərəm ki, 3 qram X reaksiyaya daxil olanda 7 qram məhsul əmələ gəlir. 15 qram X reaksiyaya daxil olanda nə qədər məhsul əmələ gələcək X? X-imiz də bərabər olacaq 35-ə. Yəni, hər iki yolla getsəniz də, hər ikisində doğru cavabımız olacaq 35-ə bərabər. İkincidə isə bizə deyir ki, neçə qram X reaksiyaya daxil olar? Biz də hesabladıq ki, 5 qram maddənin artıq qalması üçün, yəni sualın şərtinin ödənməsi üçün 15 qram X maddəmiz reaksiyaya daxil olmalıdır. Deməli, uşaqlar, 6-cı sual bizə nə deyir? Baxın, bizə deyir ki, sizə kükürd vermişik M qram. Bir də SO2 qazı var. Bu da 64 qramdır. Buradan sizin üçün yazıram. Mr SO2 bərabərdir 64-ə. Yəni, 64 qram SO2 də 1 mol deməkdir. Mənim qabımda başlanğıcda M qram kükürdlə 1 mol SO2 var. Deyir, bu qarışığın yandırılması aydın məsələdir ki, yandırılma deyəndə burada kükürdü oksigenlə yandıracağıq. Reaksiyasında buradan yazıram. S üstə gələk O2 alınır SO2 maddəsi və burada əmsallaşdırmaya falan ehtiyac yoxdur. Deyir, bu ibarət bu qarışığın yandırılmasından sonra qabda 320 qram SO2 olur. Uşaqlar, 320-ni də bölərsiniz 64-ə. Bu da olacaq 5 mola bərabər. Yəni, yekunda mənim qabımda 5 mol SO2 olur. Bunun 1 molu onsuz da əzəldən mənim qabımda var idi. 5-dən biri çıxanda, deməli 4 mol SO2 yeni yarandı. Nə qədərsə kükürdüm var idi. Bu M-in neçə olduğunu mən bilmirəm. Bunun oksigenlə yanması nəticəsində 4 mol yeni SO2 əmələ gəlibdir. Bizə deyir, reaksiyanın tənliyini yazın. Reaksiyanın tənliyini yazdıq. İlkin qarışıqda kükürdün kütləsini hesablayın. İndi nə edəcəm uşaqlar? 32 qram kükürd yananda 1 mol SO2 əmələ gəlir. M qram kükürd yananda 4 mol SO2 əmələ gəlibdir.
M-miz buradan bərabər olacaq 128 qrama. Deməli, reaksiyanın başlanğıcında ilkin qarışıqda bizim 128 qram qabımızda kükürt olubdu. Daha sonra deyir, reaksiyaya sərf olunan oksigenin həcmini litrlə hesablayın. Baxın, burada 1 mol, yəni 22,4 litr oksigen reaksiyaya daxil olanda 1 mol SO2 əmələ gəlir. Görəsən, neçə litr oksigen reaksiyaya daxil olub ki, 4 mol SO2 əmələ gəlibdir. X-imiz də bərabər olur 89,6 litrə. İlk ifadəmizdə bizdən tənliyi yazmağımızı istəyir. İkinci ifadəmizdə kükürdün kütləsini tapmağımızı istəyir. Oldu 128-ə bərabər. Üçüncü ifadəmizdə isə reaksiyaya sərf olunan oksigenin həcmini litrlə istəyir. Doğru cavabımız olacaq 89,6 litrə bərabər. Uşaqlar, 7-ci suala bir dənə diqqətlə baxaq. Bizə deyir ki, 7-ci sualda 32 qram metal H-xlorun içərisinə əlavə olunubdur. Buradan fikir verin, nə qədərsə hidrogen qazının ayrılması hadisəsi baş veribdir. Bu da qabın içinə daxil olub xlorla reaksiyaya girir və xlorun da miqdarı verilir ki, 56,8 qrama bərabərdir. Altda bizə deyir, 2 valentli metalın xlorid turşusu ilə reaksiyasının tənliyini yazın, əmsallaşdırın. Mən metalımın nə olduğunu bilmirəm, bunu X deyə ifadə eləyirəm. Metalın üstünə H-xloru gəldim. 2 valentlidir deyə burada X-xlor2 duzu əmələ gəldi və hidrogen qazı ayrıldı və H-xlorun da qarşısına 2-ni yazdıq, reaksiyanı əmsallaşdırdıq. İndi nəyə diqqət eləməliyik uşaqlar? Bu reaksiyadan nə qədər hidrogen çıxıbdı mən bilmirəm. Amma ayrılan hidrogen 56,8 qram xlor qazı ilə reaksiyaya girir. O zaman yazıram xlor qazı üstə gələk H2 alınır H-xlor maddəsi. Bura bir 2 yazdıq, əmsallarımız düşdü qaydasına. Burada xlorun ayırı verilibdir. MR-ni siz özünüz hesablaya bilərsiniz. MR xlor qazı bərabər olacaq 71-ə. Deməli uşaqlar, 71 qram xlor qazı ilə 2 qram hidrogen reaksiyaya daxil olur. H2-nin də MR-i 2-yə bərabərdir. Bəs 56,8 qram xlor qazı ilə görəsən neçə qram hidrogen qazı reaksiyaya daxil olacaq? X. Buradan X-inizi hesablayırsınız ki, X bərabərdir 1,6 qrama. Bu 1,6 qram hidrogen harda meydana gəldi uşaqlar? Bax, bu reaksiya nəticəsində meydana gəldi 1,6 qram hidrogen qazı. Orada əmələ gəlib ki, baxın, yəni bu qabın içində əmələ gəlib ki, bu biri qabın da içərisində xlorla reaksiyaya daxil olubdur. Hidrogenin özünün qanuni kütləsi isə 2-yə bərabərdir. Metalımızın burada çəkisini verir ki, 32-yə bərabərdir. Metalın xalis çəkisini də X deyə işarə edirəm. İndi tənasübü qururam. 32 qram metal reaksiyaya daxil olanda 1,6 qram hidrogen qazı ayrılıbdır. Görəsən metalın AR-i, yəni xalis çəkisi nəyə bərabərdir ki, onun reaksiyaya girməsi zamanı 2 qram hidrogen ayrılsın. Burada da X-imizi hesablayırıq. X-imiz bərabər olur 40-a. Sual bizə deyir, metalın nisbi atom kütləsini hesablayın. Doğru cavabımız olacaq 40-a bərabər. Deməli, uşaqlar, 8-ci sualda bizə bir birləşmə verir. Karbonla hidrogenin indekslərinin neçə olduğunu bilmirik. Burada bizə deyir ki, oksigenin kütləsinin hidrogenin kütləsinə olan nisbəti 8-ə bərabərdir. Birləşməni yazıram CnHmO3 formasında. 3-ü 16-ya vuranda burada 48 qram oksigen var. Oksigenin kütləsinin hidrogenin kütləsinə olan nisbəti 8-ə bərabərdir. Oksigenin kütləsi 48-dir. Hidrogenin sayı M qədərdir. Bunu da kütləyə çevirəndə 1-ə vuracağıq. Yəni M qram burada hidrogen var. Və nisbət 8-ə bərabərdir. O zaman M bərabər olur 6-ya. Yəni uşaqlar, burada indeksimiz 6-ya bərabərdir. Oldu CnH6O3 formasında. Daha sonra bizə deyir ki, karbonun kütləsinin hidrogenin kütləsinə olan nisbəti 6-ya bərabərdir. Karbonu kütləyə çevirmək üçün nə edəcəm? N-i 12-yə vuracam. Yəni 12N-in hidrogenin kütləsinə, yəni 6-ya nisbəti 6-ya bərabərdir. O zaman alıram 12N bərabərdir 36-ya. O zaman N də bərabər olacaq 3-ə. Deməli, karbonun indeksi də 3-ə bərabərdir. Bizə deyir, M və N-i hesablayın. M-imiz oldu 6-ya bərabər, N-imiz oldu 3-ə bərabər. Birləşməmizin də formulu C3H6
O 3 formasındadır. Uşaqlar 8 dənə sualın izahını burada verdim. Yerdə qalan 10 dənə də sualın hazır video izahı var. Onları da sizə göndərəcəm. Ümid edirəm ki, suallar hər birinizə aydın oldu. Sağ olun, görüşərik.